Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Əmmə bə'd. Deməli, bu Rafizi Qasım təzədən cavab hazırlayıb, güya cavab demək olarsa yenə 14 məsələyə cavab verməyən cahil Vəhabi cavab verdiyini düşünür və bu adla bir video hazırlayıb. Yenə eyni şeyləri deyir, təzə bir şey gətirmir. Yəni sənə deyim, cavabın varsa cavabı ver, yoxdursa da bağla bu söhbəti. Tutarlı cavab verə bilirsənsə ver. Eyni şeyləri başqa üslublarla, amma eyni şey nəticə etibarıyla. Yəni bu cür debat olmur, bu cür danışığı olmur, bu cür bəhs olmur. Yəni ayıbdır yəni. Əgər cavabın varsa ver. Və bu videonu hazırlamısan, orada məni ittiham edirsən ki, səsimi tam qoymayıb, filan yerdə kəsib, nə edib, nə qarıb. Yəni mən 20 dəqiqə danışmışam və filan dəqiqə danışmışam, onun yəni bu hissəsini qoyub. Eyni şeyi sən eləyirsən axı. Sən də güya mənim səsimi tam qoymusan. Mən də danışmışam 20 dəqiqə, 40 dəqiqə, nə bilim, yarım saat, bilmirəm nə qədər. Sən güya hamısını qoymusan. Və ya sən onun hamısını qoymağa məcbur etdin də sən və yaxud mən. Yox, müəyyən o hissələr ki, hansı ki, konkret, yəni məqamdır ki, onlara cavab verilməlidir. Bəli, onları qoy. Mən də onları qoymuşam. Və ona qalsa, keçən videomda neçə dənə məsələ gəldi ki, sən onlara heç cavab vermədin və o məsələlərin üzərindən keçdin, heç o səslərimi də qoymadın. Və deyirsən, ayətləri misal səhv başa düşdün. Mən də orada sənə dedim ki, Allah Teala onlardan razıdır, onlara cənnət vəd eləyib, mühacirləri, ənsarlara mədh eləyir. Allah Teala onları səna edir və onlara cənnətin vəd olunmasını Quran-Kərimdə açıq-aşkar bildirir, məğfirətin, cənnətin. Sən qayıdıb deyirsən ki, gülməli misallar gətirdin, sonra qayıdıb deyirsən ki, sən səhv başa düşmüsən, orada o əbədiyyən razılıq deyil və ya o üzərində, iman üzərində ölənlərə aiddir onlar hamısı. Yəni onların məyər hamısı iman üzərində mi öldü? Yəni bu cür iradılar bildirirsən. Və mən də orada sənə cavab vermişdim və o yerini qoymamısan misal olaraq bax bu yazımda. Orada dedim ki, bəli, razıyam. Allah Teala iman üzərində ölənlərə cənnəti vəd eləyir və Allah Teala bilirdi ki, onlar iman üzərində öləcəklər və ona görə də onları cənnətlə müjdələdi. Elə həyatdaykən Quran ayətlərində Allah Teala onlara məğfirət, cənnət, bol ruzi bu ayətlərlə açıq-aşkar Allah Teala onları müjdələdi və necə ki bunun əksi olaraq Əbu Ləhəb, Allah Teala onu elə İslamın, yəni Peyğəmbərin sallallahu əleyhi və səlləm dəvətinin ilk günlərində onu cəhənnəmlə müjdələmişdi. O kafir olaraq yaşadı, kafir olaraq da öldü. Çünki Allah Teala bilirdi ki, o heç vaxt iman gətirməyəcək. Halbuki o özlüyünə qalsaydı, yəni hardasa zahirən İslamı biruzə verə bilərdi ki, mən müsəlman oldum, İslamdayam, amma bax, Quran mənim barəmdə deyir ki, kafirsən. Yəni, Quranda şəkk etmək üçün müəyyən qədər bir şey, bu cür üslublara əl ata bilərdi, heç onu da eləyə bilmədi. Və buna bu cür cavab vermişəm, məsəl üçün bunu gətirməmsən. Və yaxud orada deyirsən ki, əlini mömin sevər, ona münafiq buğz edər. Buna mən misal gətirdim ki, bəs Fatimə radiyallahu anhə Əliyə buğz etmişdi. Və hətta getdi şikayət elədi Peyğəmbərə sallallahu aleyhi ve sellem. Bu sizin kitablarda var və bu məsələni heç gətirmədin orada. Və ya bundan öncəki bəhslərimizdə İmam Nəvəvi məsələsində mən orada Xoyinin fətvasını gətirdim sizin alimin və səhifəsinə kimi fətvasını göstərdim. Heç o məsələyə uzaqdan yaxından toxunmadın, nə səsimi qoydun, nə özün danışdın o barədə ki, belə bir şey deyir. Keçdin, getdin üzərindən. Dedim, cavab ver buna, cavab ver. 3 dəfə, 4 dəfə, yəni mən bu məsələni təkrar elədim, üzərində durdum. Heç elə bir karsan, keçdin, getdin. Yəni, səndə bu üslub var. Ona görə, mən yenə deyirəm, yəni, nə mən, nə sən tam videonun qoyulması məcburiyyətində deyilik. Mən sənin videonu tam şəkildə sənin səsini qoyun və yaxud sən mənim səsimi tam şəkildə qoyasan. Yəni, problem yoxdur. Müəyyən o hissələr hansına ki, iradlarım var ki, bunun iddiası budur və buna da cavab budur. Və həmin üslubudur mən, bunun iddiası budur, buna cavab budur. Yəni, tam şəkildə videonu qoymaq məcburiyyətinə deyilik. Zaten sən də elə eləmirsən, mən də elə etmirəm. Çünki həm video uzun olar, həm də buna gərək yoxdur. Çünki haqqı axtaran dinləyər, səni də məni də. Zaten belə deyirlər. Kimə maraqlıdırsa, o mənim də videomu dinləyir, sənin də videomu dinləyir. Bizə nə lazımdır? Haqq izhar olsun və cəmaat o haqqı görsün, nəticə çıxartsın. Burada nə var ki, yəni mən burada nəsə kəsdim, qoydum, haqq gizləndi. Zaten sənin səhifən bəlli, gedib baxacaqlar, mənim də səhifəm, yəni kanalım bəlli. Hansı kanallarda o cavablarım verilir, ona gəlib baxacaq. 14 məsələ gətirsən ki, cavab verməmişəm. Hamısına da cavab verilib.
Hamısı da bağlıdır Quran ayətlərinə. Yəni Quran ayətləri kökündən vurur o sənin gətirdiyin şübhələrin hamısını. Orada həmçinin sən başa düşmədiyin məqamlar var. Misal olaraq gətirirəm, mənə deyirsən ki, o deyir ki, bəs ehtimalları qoyub, yəqinliyi qoyub ehtimalları götürür. Bunlar hamısı səhihdir. Nə ehtimal? Hamısı səhih sizin kitablarda. Biz bu rivayətlərin səhihliyində şübhəmiz yoxdur. Səhihdir hamısı. Ehtimal deyildikdə onun səhih olub, zəif olması məsələsi deyil o rivayətlərin. Ehtimal nədir? Mən sənə ayət gətirirəm, Allahın ayəsini ki, Allah Taala onları cənnətlə müjdələdi və dedi onlardan razıyam. Hə? Sən də mənə gətirsən ki, bəs niyə onda filan sahabəyə belə şey etdi, belə söz dedi, o ona niyə belə dedi? Dedim, bunlar ehtimallardır. Niyə deyib, nə deyib, bunlar bizə maraqlı deyil. Quran ayəsi var qabağımızda. Allahın vədi var, vəssalam. Bu bundan bilmirdi ki, bu cənnət əhlidir. Mən də elə gətirmişdimsə ki, bəs Fatimə bilmirdi, Əli radiyallahu anh cənnət əhlidir. Niyə gedib ondan şikayət edirdi? Niyə buğz eləmişdi ona? Niyə araları dəymişdi? Niyə Peyğəmbərə sallallahu əleyhi və səlləm şikayət edirdi? Bilmirdi, bu cənnət əhlidir. Olur belə şeylər. Mən ona dedim, bunlar ehtimallardır. Nə üçün etdi, bu niyə belə etdi, o niyə etdi? Bizim qarşımızda apaçıq Quran ayətləri vardır ki, Allah Taala onları cənnətlə müjdələyir. Vəssalam da artıq ikinci söz danışmağa ehtiyac yoxdur. Təslim olmalıyıq Allahın ayətlərinə. İstəsən də, istəməsən də təslim olmalısan. İkinci məsələ, misalım düzgün misaldır. Sən deyirsən ki, əhdə vəfasızlıqdır bu, Allahın əhdə vəfasızlıq etməsi. Mən demişəm, xeyr, belə deyil. Əhdə vəfa o vaxt olur ki, Allah desin ki, siz ki bəyət etmisiniz, iman gətirmisiniz, cihad etmisiniz, gedin kef eləyin, hər nə günah etsəniz bundan sonra da mən sizdən razıyam. Sonra Muaviyə nasiblik eləsə, Siffin döyüşündə və sair sahabələr zamanı imamla qarşı çıxsalar, Əhl-i düşmən olsalar və Allah narazı olsa, bu əhdə vəfasızlıq olar. Onlar deyərlər, ya Allah, sən demişdin ki, nə edirsiniz eləyin, mən sizdən razıyam. Allah belə deməyib ki. Deməli, əhdə vəfasızlıq deyil. Həmçinin cahillik mənasında deyil. Niyə görə? Çünki şərt deyilən bir işdən ötürü zaten gələcəyin olub olmayacağı baxılmır. O misalda da o cürdür. O uşaqdan ötürü o ata razılıq elədisə, şərtlə, yəni bu şərt aradan keçsə, şərt nədir? İman, salih əməl. Aradan keçsə məşruq da aradan gedir. Yəni nə? Yəni rizayət də aradan gedir. Ki bunu da sən başa düşməmisən, heç bundan sonra da ümid edirəm ki, başa düşməyəcəksən. Bunu da qeyd eləmişəm, sesimi gətirməmisən və cavab verməmisən. Bu sənin bu misalların, sənin belə deməyin Allaha cahillik ya nisbət etməkdir, ya da Allahın vədinə xilaf çıxmaqdır. Yəni bunu demək istəyirsən. Hara fırladırsan fırlat, nəticə budur. Nə bilim, Allah deməli idi ki, gedin nə istəyirsiniz eləyin. Belə bir şey şərt deyil ki, Allah Taala elə bir ayət nazil etsin. Yəni Allah Taala xüsusi olaraq mühacirləri, ənsarları zikr eləyir, fəzilətlərini zikr eləyir və xüsusi olaraq onlara cənnət vəd eləyir ki, onlar cənnət əhlidir. Vəssalam. Çünki Allah bilirdi ki, onlar elə əməli salih işlər görür və o iman üzərindədirlər, iman üzərində də öləcəklər. Öncədən bilirdi deyə Allah Taala elə həyatdaykən onları cənnətlə müjdələdi. Və daha sonra onlardan kimsə kiməsə nəsə söz dedi, filan kəsə nəsə dedi, bu şeylər önəmli deyil, Allahın ayəsi var. Və ona görə də Allah Taala onların fəzilətini zikr eləyir və bizə də deyir ki, onlar üçün bağışlanma istəyin. Çünki onlar da məhsum deyillər. Günahları var, yəni bir-birlərinə kimsə nəsə ağır söz deyib və bunu həmçinin misal olaraq da gətirdim ki, Harunla Musa aleyhissalam aralarında olan söz-söhbət ağır sözlər dedi, tutdu çəkdi yaxasından, saqqalından, saçından, cəmaatın içində ağır sözlər dedi ona. Dedi, məni biabr eləmə Harun aleyhissalam. Yəni baş verir insanlardır bunlar, insan bəşərdir, bəşər arasında baş verən şeylərdir. Amma bu şeylərə görə onlardan möminlik vəsfi aradan qalxmır. Yəni onlar bu şeylərə görə də mürtəd olub kafir olmurlar. Və həmçinin səhabələr haqqında Allah Taala cənnəti vəd eləyib və sonra isə onların aralarında baş verən şeylər maniyə deyil ki, onlar cənnətə girməsin. Onlar kafir olsunlar. O demək deyil ki, onların aralarında baş verən şeylərə görə artıq onlar kafir oldular, mürtəd oldular və cənnət onlara haramdır, əbədi cəhənnəm əhlidir. Sən səhv başa düşmüsən. Sənin ağlında olan, elə sizin alimlər Qur'anın təhrifi etiqadında olduqları üçün açıq şəkildə bu şeyləri deyirlər. Çünki onlar iman gətirməyiblər bu ayətlərə. Sən də onların yolunu gedirsən və özün də etiraf edirsən ki, mən onların müəyyən sözlərini götürürəm, müəyyən sözlərini Quran təhrifi haqqında olan şeyləri götürmürəm. Və bunlar da bu yəni Qur'anın təhrifi etiqadında olduqları üçün bu ayətlər onlara heçdir və o sözləri rahat deyirlər. Sən də onlardan götürürsən o şeyləri və cəmaata yayırsan, özünü də bədbəxt eləyirsən, nə bilim sənin ardında gedənləri də. Bundan böyük bir məsələlər var ki, kimsə kiməsə nəsə dedi. Yəni səhabələrin arasında baş verən fitnələr, hətta qətl belə Allah Taala iki mömin dəstəni bir-birinə qılınc çəkir bu adamlar.
bir-birini öldürüb qətl nədir? Yəni vuruşmaq, döyüşmək. Allah Taala onları belə bir-biri ilə vuruşan iki dəstə mömin adlandırır hər ikisini də. Axırda da ayətin axırında nə deyir? İnnemel mu'minuna ihva. Möminlər həqiqətən də qardaşlar, qardaşlarınızın arasını islah eləyin. Yəni bu fitnələr, bu şeylər onlardan möminlik vəsfini aradan qaldırmır. İman vəsfini aradan qaldırıb onları mürtəd kafir etmir. Yəni sən bunu başa düşmürsən və ya başa düşmək istəmirsən, təsirlənmirsən o Quranın təhrifi etiqadında olan kafir alimlərindən ağzına nə gəldi danışırsan. O alimlərindən götürdüyün o şeyləri gətirirsən, cəmaata yayırsan, üstəlik də özündən də müəyyən gülünc misallar gətirirsən. Sən heç olmasa öz fikrini qoy qırağa. O alimlərdən elə götür danış o alimlərin dediklərini. Özündən heç nə əlavə eləmə. Çünki əlavə eləyəndə daha da özünü biabır eləyirsən. Gülünç misallar gətirirsən, ayıbdır, valla qıraqdan baxan gülür sənə. Və hətta mən utanıram sənə cavab verməyə. Ki bu cahilə, mənə də deyirlər ki, bu adam cahildir, elmsizdir, savadsızdır. Sən niyə buna vaxt ayırsan, niyə cavab verirsən buna? Bir elmlisi biri ola, məntiqlisi biri ola, normal bir şey gətirə, başa düşən birisi ola deyərəm, hə. Sənlə valla mən utanıram cavab verməyə sənə. Yəni o səviyyə o deyil, səviyyə çox aşağıdır həqiqətən də. Bu deyir ki, bu Vəhabi deyir ki, biz kin saxlamamalıyıq. Sahabələr üçün dua etməliyik. Quran ayəsi var. İlahi möminlər, mömin qardaşlarımız bizdən qabaq ölüb gedən və sair dua məsələləri var Quranda. Mən də demişəm ki, bəs onda İmam Hüseyn əleyhissalam qatillərini və Osmanın qatillərini niyə pisləyirsiniz, zalimdir deyirsiniz? Lənət edirsiniz və sair. Siz nə sesimi qoyub orada, nə də cavab verməyib. Bax elə bu verdiyin sual var ha. Burada sənin konkret cahilliyindən biri də ortaya çıxır ki, bu konkret bunun səviyyəsi budur da. Yaxşı, sənə mən bir sual verim. Hüseyn radiyallahu anh qətl eləyən sahabələrdəndirsə, yəni hansı sahabədir o? Gətir o sahabəni, baxaq bir sahabədirmi yoxsa yox. Kimlər idi? Yəni o sahabələrin adlarını istəyirəm ki, bax sən isbat eləyəsən ki, bax filan kəslərdir və bunlar sahabə idi. Bu bir, onu qətl eləyənlərdən. Mən sizin kitablardan da gətirə bilərəm Hüseyn radiyallahu anh kim qətl eləyib, necə qətl eləyib. Bu ayrı mövzudur. Bunu yəni ehtiyac olsa buna da toxunaram. Səndən tələbim nədir? Gətir görüm hansı sahabə idi Hüseyn radiyallahu anh qətl eləyən. Bu bir. İkinci Osman radiyallahu anh. Hansı sahabələr idi onu qətl eləyən? Əgər sahabə idilərsə, gətir ki, bax filan, bax bunlar sahabə idi və bunlar da Osmanı qətl edirlər. Gözləyirəm səndən. O ki qaldı biz deyirik ki, biz bağışlanma diləməliyik. Biz sahabələrdən deyirik. Allah Taala bizə əmr eləyir ki, biz buyurur ki, yəni Qurani-Kərimdə mühacirləri, ənsarları zikr eləyir və sonra Allah deyir onu. Allah deyir ki, bağışlanma diləyərlər. Sən deyirsən ki, bu Vahabi deyir ki, biz bağışlanma diləyək, neyini? Bunu Allah deyir. Açıq-aşkar Qur'ana olan mövqeyin burada da izhar eləyir, üzə çıxır. Nə qədər içində saxlasan da Allah çıxardır üzə. Artıq bu axırıncı variantlardır. Yəni bu cavab vermədiyin 14 məsələ, cəmaatın belə gözünü almaq üçün bu şeyləri gətirsən, artıq cavabın olmayanda, aciz qaldıqda belə üslublara atırsan ki, cavab verə bilmədi, mənim səsimi kəsdi, tam videomu qoymadı, uşaq variantlarını yığışdır. Əgər cavabın varsa, elmi cavab verə bilirsənsə ver. Ya denən ki, bəli, mən bu ayətlərin qarşısında acizəm, iman gətirmişəm, Qurani-Kərimə tövbə eləyirəm. Yəni bunları bildir. Qeyd eləmişəm ki, deyir möminlərdən ki, dəstə savaşsa, aralarında sülh edin və möminlər qardaşı demişəm ki, əvvəl müavin mömin olduğunu sübut etmək lazımdır. O haqda danışmışam, ətraflı cavab vermişəm, nə səsimi qoyub, nə də cavab verməyib. Müslimdən buğz hədisini gətirmişəm. Əlini ancaq mömin sevər, əli ancaq münafiq buğz edər. Heç nə cavab verməyib, səsimi də orada qoymayıb. Demişəm, orada Allah şəhadət verir o möminlər haqqında ki, bunlar mömindirlər. O demək deyil, hər savaşan mömindir. Siz bu iki şeyi qarışdırırsınız həmişə Vahabilər. Bu bunun sözü deyil, bundan qabaq da deyiblər, onlardan götürüb. Budadır. Mənə bu ayətləri mən gətirdim ki, müqayisə üçün ki, baxın, sən deyirsən ki, filan sahabəyə filan sözü dedi. Düzdür? Bu bilmirdi, bu cənnət əhlidir. Niyə ona elə ağır söz deyirdi? Mən də sənə deyirəm ki, baxın, bundan daha şiddətlisi var. O da bir-birinə silah çəkmək. İki mömin dəstə bir-biri ilə vuruşsa, Allah Taala onları belə mömin adlandırır və iman vəsfini onların üzərindən qaldırmır və deyir ki, möminlər qardaşdırlar. Düzdür? Yəni müqayisə kimi baxın, bundan daha böyüyü var. Belə şeylər baş verib. Amma onunla belə onlar mömindirlər. Sən gətirirsən məsələnin məğzini fırladırsan, cəmaatın gözündə pərdə asmaq istəyirsən ki, baxın Muaviyə mömin idi, sən sübut elə. Mən Muaviyyədən heç danışmıram. Mən ümumi danışıram ki, Allah Taala iki mömin dəstəni, yəni bir-birinə vuruşan iki dəstəni mömin adlandırıb və bundan kiçik şeylərdə də keçiniləndir.
Bizə düşən istiğfar eləyib onlar üçün, bağışlanma diləməkdir onlar üçün yəni. Sən gətirsən məsələnin məğzini Muaviyyəyə ki, sübut elə ki, Muaviyyə mömin idi. Mən Muaviyyə söhbət eləmirəm ki, bu dəqiqə səndən. Muaviyyəyə də keçəcəyik. Gəl buna bitirək Əbu Bakrdan, Ömərdən, Osmandan, ondan daha qat-qat əfzəllərindən məsələni bitirək, keçək Muaviyyəyə də. Və dedim ki, sənə də mənim suallarım olacaq. O boks hədisi var ha, gətirirsən əlini yalnız mömin sevər, ona münafiq nifrət eləyək. O hədislə bağlı da danışacağam. O hədislə bağlı sənə mən suallar verəcəm. Amma ilk öncə gəl elə Əbu Bakr, Ömər, Osman, bu mühacirlər, onlar da mühacirlərdən idi. Bunlardan danışaq. Sən heç mühacir ənsarları qəbul eləmirsən, onları mürtəd sayırsan. Muaviyyə harada? Muaviyyədən bizim nə danışmağa ehtiyacımız var ki, əgər sən bunları belə mürtəd sayırsansa bu ən əfsəllərini. Sən qaçmaq üçün Muaviyyəni təmizə çıxarmaq üçün deyirsən ki, Muaviyyə bəhsini saxlayaq. Əslində qaçan sənsən. Sən elə Əbu Bakr, Ömər, Osman, mühacirlər, ənsarlar, onlardan qaçmaq üçün keçirsən Muaviyyəyə. Nə bilim, qarışdırmısan, oradan gətirirsən Osmanın qatilləri və ya Hüseynin qatilləri radiyallahu anh. Mən də ona görə sənə deyirəm ki, gətir görüm Osmanın qatilləri kimlər idi? Hansı səhabə idi? Demirsən səhabə idi, gətir. Hüseynin qatilləri demirsən səhabə idi. Hansı səhabə idi? Gətir də, gətir görüm onlar kimdə, hansı səhabə idi? Bu barədə danışmayıb, səsimdə qoymayıb, cavablandırmayıb. Sən isə qaçırsan, nədir? Bu söhbətdən, Muaviyyə məsələsi söhbətdən çıxmaq üçün orada Muaviyyə tərəfə bir keçid eləyirsən. 5-ci məsələ orada qeyd eləmişəm ki, ötən bəhsdə. Əgər belədirsə, onda İmam Hüseyn əleyhissalam Osmanın qatilləri sənin qardaşın olmalıdır. Onlar da möminlər, iman əhlidirlər. Onda niyə görəsiz siz onları lənətləyirsiniz? Gətir, bu onlar kimlər idi? Möminlər, o adları gətir, hansı səhabə idilər? Aha. Ona görə bu səhabə məsələsindən qaçırsan ki, o səhabə kimdir, nədir, tərifi hardan götürdün? İndi ona da gəlirsən, mən gətirirəm səsi bura. Dair cavab yoxdur, səsimi də orada qoymayıb. 6-cı məsələ qeyd etmişəm ki, səhabə ədalət edirsiniz. Nəyə əsaslanırsınız? Dəlil nədir ki, səhabələr adildirlər? Nə cavab var, nə də səsim qoyub orada. Adildirlər səhabələr, bəli. Ədalət nədir sənin üçün? Və bu suala da cavab ver. Adil deyildikdə nə nəzərdə tutursan sən? Çünki nəyə görə ədalət məsələsinə toxunsan, sən gətir görüm ədalət nədir səndən? Sənə görə necə olmalı ki, onlardan biz elm götürək və yaxud onları dinimizi onlara etibar eləyək. Mən də ondan sonra sənə bir-iki sözüm var, onları deyəcəm. Bəli, davam eləyək. Tərif vermiş səhabə olur. Allahı, peyğəmbəri görüb iman gətirib imanla dünyadan gedir. Bu tərifi hardan uydurmusunuz? 8-ci məsələ demişəm ki, sən ki deyirsən ki, yaxşı sən tərif ver, gör bu mənə cavab ver. Mən deyirəm tərif ver bu səhabəyə ki, tərif vermisən, bunun sənədini qeyd elə mənbəsində nəyə əsasən, özündən mi uydurmusan? Deyir, yaxşı sən tərif ver görək. Necə tərif versən? Onun cavabını vermişəm. Cavab verməmisən. Cavab vermirsən. Deyirsən mən nə edirsən tərifimi? Demirsən sən mənə soruşsan ki, o tərifi hardan çıxartdın? Mən deyirəm səhabə tərifini gətirmişəm. İndi sən xoşuma gəlmir. Gətir görüm sən nə tərif verirsən. Mən də o tərifə baxım. Ondan sonra danışaq. Deyirsən ki, ona cavab vermirsən. Cavab verməmisən axı. Demirsən ki, mənim tərifimi nə edirsən ki sən? Deyirəm götür baxım da sənin tərifini. Bir sənin tərifə baxaq, nəzər salaq, ondan sonra danışarıq. Mən bu bəhsi çox uzatmaq istəmirəm, video çox uzun olmasın deyə. Ümumi olaraq deyirəm ki, sənin verdiyin o suallar, deyirsən cavab verilmədi, cavablar Quran ayətlərindədir. O ki qaldı, filan sahabə niyə filan sahabəyə demədi ki, bəs mənim barəmdə Quran ayəsi var, sən niyə mənə bu sözü deyirsən? Və yaxud niyə filan sahabəyə belə dedik, bilmirdi ki, o ayət onun barədə nazil etdi. Bunlar ehtimallar, bax mən bunları nəzərdə tuturam ki, nə üçün etdi, niyə dedi, ehtimallardır, qəzəbləndi dedi və ya nə bilim, nəsə oldu aralarında baş verdi bu sözü dedi. İnsandır, yəni məsum deyil, biz onları məsum saymırıq, xəta eləyir hər bir kəs. Və dedi, və ya nəfsini təmizə çıxartmırdı heç biri, baxmayaraq ki, deyək ki, biri cənnətlə belə həyatında müjdələnmişdi. O yenə də nəfsini təmizə çıxartmırdı ki, mən cənnətliyəm, mən belə təkəbbürlə gəzmirdi. Yox. Bizə önəmli olan Allahın ayətləridir. Allah Teala vəd etdi cənnəti və xüsusi olaraq orada vurğuladı mı ki, mühacirlər, ənsarlar, konkret bax bu adamlardır da, düzdür. Və bunlar haqqında Allah Teala dedi ki, cənnət əhlidirlər. Bağışladım, məğfirətim var onlara və s. Və biz bunu götürürük, biz Allahın kəlamını götürürük. Sənin sözünü, nə bilim, sənin ehtimalları, sənin gətirdiyin o rəvayətlərdə baş verən şeylər niyə baş verdi? Bunlar bizə önəmli deyil. Bizə önəmli olan Rəbbimizin vədidir. İkincisi də, kimsə ki, məsələn, nəsə dedisə də, bu insanı dindən çıxartmır və yaxud hətta vuruşmaları belə insanı dindən çıxardıb kafir, mürtəd etmir. Adamı dindən çıxardan məsələləri qoymusunuz qırağa, üzr axtarırsınız. Alimlərimizi, Quranın təhrif etiqadında olan alimlərimizi
Məclisi, Kuleyni və digərlərinin, hansı ki, böyük alimlər bizdir. Deyirsən ki, onlardan mən o məsələni götürmürəm, Quranın təhrifi, başqa şeylərdən faydalanıram. Üzr gətirsən, belə normal baxsan, adi bir haldır da, Quranda da təhrif etiqadında da, etiqadında da, Qurana küfr eləyib də. Bunları adi normal baxırsan, dindən çıxardan konkret məsələni qoymuşsan qırağa, hansısa sahabəyə nəsə dedi, mürtəd oldu, kafir oldu. Bu filan kəs filan sözü dedi, mürtəd olub kafirdir. Mən də sənə misal gətirdim, Musa əleyhissalamdan Harunun, onu belə desə ki, məsələyə dəxlisi yoxdur. Elə lap belə gözəl də dəxlisi var. Sənin sadəcə başın çatmır onu qəbul eləməyə, anlamağa. Bundan sonra da bir videoda paylaşmısan, Qədirxum məsələsi haqqında güya mənə cavab vermisən. Ona da bir yaxın günlərdə inşallah cavabını verəcəm inşallah. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illə ente, estəğfiruke və etûbü ileyk.